Uzak dur benden. Hayır. Yapma. Demek kızlar, yoldaşımla gitmiştim. Ben pazara gittim. Fişeğim kumu bitmişti. Fişeği kum almağa. Markete girdim. Bir marka. Böyle kapılar aldım. Buzluk için. Bunları almışım. Buzlukta istifadə. Böyle. Bunların böylerini almıştım. İyisi dolaplarını aldım. Sonra bir de böyle nar aldım böyle. Sonra markete girdim. Sipariş getirdim. Yer getirdim. Yoldaşım şey getirdim. Sınıflarım. Bir böyle hamburger getirdim. Çikolata yemek istedim. Bir de biraz böyle pomidor getirdim. Balaca çeliklendi. Başka heç nə. Kələm dolması bükürəm. Ətim hazırdır. Düyünü az vurmuşam. Heç demək olar ki, vurmamışam. Kələmləri də belə tel-tel ayırmışam, koymuşam qazanda. Çox elə bil əpriməsin də biraz olsun. Bunları yavaş-yavaş bükəcəm. Qızlar, yarpaq bükdüm. Təzə qabıma yığdım belə. Bizim üçün bəs eləyir. Kələmi də bükdüm. Bir post pişməyə qoydum. Belə. Bir posta atacağım buzluğa. Demək qızlar, bu xalçanı mən Kunu üçün almışdım. Kunu üçün balaca oldu deyənə, ya da otaqına da biraz balaca oldu. Ölçülər düzgün götürməmişim. Amma yenə də yeni dəyişdirmədim. Qaldı belə. Belə qızlar, yoldaşım üçün süfrə hazırladım. Mən orucam deyənə, özüm üçün hazırlamamışam belə. Demək olar ki, işimi yekunlaşdırmışam belə. Bir-iki işim qalıb. Suyun altında qaplar qalıb. Bunları da yuyum. Sonra işim bitir. Kargom gəldi. İndi mən sipariş vermişəm. Açıb sizdən göstərəcəm. Buna bir çanta sipariş vermişdim. Noluk bir çanta. Bu şəkildə şık durur. Kupu çok uzun düşmüştü. Başka kupu uzun değil. Böyle çok şeydi. Don sakızı vermiştim. Böyle göstermedim yani. Böyle şeklini koyarım. Sonra bir tane böyle bir dondu. Şurayı belə deyil. Öndən də belə deyil. Mən də şişini qoyuram. Belə palto da qazanmışdım. Ama yani uzun gözlüydüm. Bu kadar da kısa gözlemedim. Şu şəkildə uzun düşmüşdü. Böyle. Onu da şəklini qoyuram. Ben kızlar səhər testindən yedik. Mən kargomu götürəndə qardaşım bizdəydi. Elə dedim səhər yeməyi hazırlayayım. Sonra yemeğimizi yiyəndən sonra getdim. Gül sipariş vermişdim. Onu da götürdüm. Əyim giyindim, hazırlaşdım. Burada artıq çatmışıq. Bu da bizim mənim hədiyyə elədiyim güllər və bir neçə gül hədiyyə olmuşdu. Burada kombinimizi sizə göstərim. Bu donumu giyindim qəşəng. Əndə də çox qəşəng qalırdı. Burada restoranın həyətində gözləyirik. Qonaqlar bir yeri yığılsın. Burada çox çəkə bilmədim çünki insanlar narahat olmasın deyə. Belə. Burada da yeməklər stolumuz belədir. Salatım ümumiyyətlə çox xoşuma gəldi. Badamcan salatı həm sveş idi, qəşəng idi. Vişnə salatı və pomidor salatı qəşəng idi, bəyəndim.
Yeməklər çəkməyi unutmuşam. Həm də stolda adamlar çox idi deyənə narahat olmasınlar deyə çəkmədim. Burada da tortumuz. Hamı qohum idi. Yəni birinci dərəcəli ailə idi deyənə rahat idi. Oturub durmaq, yemək bizə də xoş oldu. Tortumuzu yandırdı, üfürdü, kəsdilər. Burada da çay servisi gətirdilər musiqi ilə. Çox maraqlı idi. Özüm çox çəkmədim ki, üzər düşür. Heç kim narahat olmasın deyəm. Belə. Gəldim, bataryanı qoşdum. Buraları sildim falan, elədim. Narsız, xalidiyim ki, içliyi var idi. Onları falan yudum. Belə. Güllərimi də quruyan hissəsini kəsib atacağım. Qalan hissəsini isə saxlama qabım var, ona yığacağım. Narsız bugün demək olar ki, mən ancaq qonaq restoranda da heç oturmadım demək olar. Ayaqqabım narahat idi deyə ayaqlarım ağrıyır. Yorulmuşum, üstünüzə sağlıq. İşlərim var, indi hamamı yumalıyam. Bir də pişiyin qumunu təmizləyib yatacağım.